Salam, hər birinizi xoş gördük. Bugünkü dərsimiz dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının izahına baxacağıq. Sınaq imtahanları əsasən məntiqdən izahlar olacaq və bundan sonraki videolarım informatika, qanunvericilik və Azərbaycan dilindən olan video dərslərim olacaq. Diqqətlə izləyin və ümid edirəm faydası sizə çox olacaq. Qəbulda demək olar ki, bu tipli suallar olacaq. Əsasən videonu izlədikdən sonra abunə olmağı və ona şərh yazmağı qəti unutmayın. Çünki sizin şərhləriniz mənim üçün daha önəmlidir. Birinci sualdan, 41-ci sualdan baxırıq. Çünki məntiq 41-ci sualdan başlayır. Hansı ki 40 sual qanunvericilikdir. 41-ci sualdan sonra isə 30 dənə məntiqdir. 41-ci sualdan başlayaq izaha. Deməli, birinci sualımız əsasən kəsiklərin hissələrə ayrılması mövzusundandır. Burada xəyalən birləşdirilmə hissəsini bizə istəyir. Yəni, burada elə bil ki, hər hansı bir, deyək ki, əvvəl bu kvadrat şəklində olub, tutaq ki, belə deyək də, kvadrat şəklində, yəni bunu A4 kimi nəzərə alaq. Tutaq ki, hər hansı bir A4 idi. Bu A4-ü bu şəkildə kəsib və kəsdiyi hissənin digər qalan hissəsini soruşur sizdən. Yəni, bu hissəsi var, digər hissəsi nə olacaq? Yəni, bunun yerinə hansı hissəni birləşdirsək, məsələn, bu A4 şəklini alaq. Bunu soruşur. Biz əslində bunu almaq üçün bunu A4 formatına gətirməliyik. A4 formatına gətirməliyik. Mişqa biraz yaxşı işləmir. Ola bilsin ki, tam belə aydın çəkə bilmədim. Bunu da biraz qalın çəkək. Belə deyək. Bunu elə bil ki, A4 formatına gətirdik. Sağ tərəfdə olan hissə şəklinə gətirəndən sonra baxacağıq ki, həmən bu yerdə qalan hissəni biz belə görə bilirik. Bu hissəni, bu hissəni mən gətirib burada çəkəcəm. Həmən bu hissəni çevirib çəkəcəm özdə. Belə çəkdim. Sonra bu hissəsini çəkdim. Sonra bu yuxarı hissəsini çəkim. Çəkdim. Sonra bunun aşağı hissəsi. Sonra bu hissə. Sonra bu hissə. Sonra bu hissə. Balaca hissə. Sonra bu hissə və bu hissə. Bu da gəldi bura kimi. Baxın, hissəmiz bu şəklini aldı. Buna uyğun bir variant gələcək. Yəni, biz əsasən hissənin birləşdirməsi mövzusunda baxacağımız hissə əsasən nə olacaq? Yəni, sonraki aldığımız hissə nədirsə, onun formatına gətiririk və o da birinci hissədə, yəni həmən hissəni yaradırıq. Yerdə qalan hissəni isə biz çevirib sağ tərəfdə yazırıq və onu görürük ki, həmən hissə A bəndindədir. Yəni, birinci sualımız, 41-ci sualımız A bəndi, yəni bu tem kimi eyni, bundan eynidir. B bəndi ödəmir, C bəndi ödəmir, D ödəmir, Y ödəmir, bizcə də A bəndi bu variantı tam olaraq ödəyir. Keçdik növbəti suala, 42-ci sualdayıq, bu ikinci sual sayılır. Hər bir hərf sıfırdan fərqli və bir-birindən fərqli rəqəm göstərir. Qanun uyğunluğu müəyyən edin və sual içərisində uyğun cavabı yazın. Belə tipli suallarda çox tələbənin çətin çəkdiyini görürəm, amma bu demək olar ki, məntiqin ən asan bölməsidir. Biz burada bu bölmənin qaydaları, yəni məntiqin, bəzi tələbələr deyirlər ki, məntiqin qaydaları yoxdur, biz ona görə fikirləşib nəsə tapmalıyıq. Xeyr, məntiqin istənilən bir bölməsinin qaydası var. Adi şifrələrdə 12 dənə qayda şifrələrin qaydasıdır. Hansı ki, bu indi hesab əməllərinin 10 qaydası var. 10 qaydasını tam bilən insan hesab əməllərinin istənilən bir sualın tam aydın olaraq bilir. Olsun kub, olsun digər bir bölmələr. Yəni, bir müəllimin belə dediyi bir söz var ki, məntiqin qaydası yoxdur, orada izahlara baxıb, izaha uyğun sən sualı həll etməlisən. Bu səhv fikirdir təbii ki, istənilən bir məntiqin bölməsinin izahı var və qaydası var. O qaydaların, indi burada həmən qaydaların birini tətbiq edəcəyək. Məsələn, hesab əməllərinin bu indi baxdığımız qaydası 3-cü qaydadır. 3-cü qaydada belə bir söz yazılıb. 3-ü hər hansı bir ədədə vurub, həmən ədədi alırıqsa, bu S ancaq 5 ola bilər. Bizim qaydamızda yazılıb ki, 3-ü yalnız 5-ə vuranda ədədin özü alınır. Yəni, hər hansı bir ədədə vurub özü alınırsa, o ədəd ancaq 5 ola bilər. Deməli, bizə qayda bu da karımıza gəldi. Yəni,
Üçüncü qaydadan belə aydın oldu ki, bu S-miz 5-dir. S-miz 5 olduğunu bildik. Çünki 3-ü yalnızca 5-ə vurub 15 5 yazarıq. Bir yadda olduğuna görə 5-ə vurub 5 ilə də qutaracaq. Keçdik ikinciyə. 3-ü 5-ə vurduq 15 5 yazırıq bir yadda. 1 qaldı yadımızda. 3-ü nəyə vursaq, üstünə 1 gəlsək 3 olar. Təbii ki 4-ə. Nəyə görə? Çünki 3-ü 4-ə vuranda 12 üstə gəl bu 1 13 3 yazaram bir yadda. 3-ü nəyə vurub üstünə 1 gəlsəm 4 alaram? Təbii ki 1-ə. 3-ü 1-ə vuranda 3, o da 1, 4. Aydın oldu. Yəni belə çətin bir sual deyil. Çox sadə bir sual idi. S-mizin 5 olduğunu tapdım. L-mizin 4 olduğunu tapdım. Y-mizin isə 1 olduğunu tapdım. Bunları da cəmləyirik. 1 üstə 4, 5, 10. Cavabımız B bəndi. Yəni bu sadə bir sual idi. Keçdik növbəti suala. Bu şəkildəki rəngli hissənin sahəsinin tapılması. Sahə tapılması mövzusudur. Bu bölmə demək olar ki, məntiqin ən asan bir bölməsidir. Burada iki qaydadan istifadə edəcəyik. İki qaydadan. Birinci qayda nədir? Ən birinci qayda odur ki, bunu riyazi qaydadır. Bunu əvvəlcə üçbucağa gətiririk. Baxın. Bunu üçbucaq kimi baxırıq. Buna üçbucaq kimi baxırıq. Sonra buna düzbucaqlı kimi baxırıq. Bunlara isə 2 kvadrat, 2 üçbucaq kimi baxacağıq. Yəni bu tipli həll edib ala bilərik. Bu qayda ilə baxıram ki, bu üçbucağın sahəsini tapmaq lazımdır. S bərabərdir. Üçbucağın sahəsi odur ki, yəni hər hansı bir üçbucağın sahəsini tapmaq istəyiriksə, onun hündürlüyünü çəkildiyi tərəfə vurub yarıya bölməliyik. S bərabərdir 2/1 AB. Ona görə də biz hündürlüyünə baxırıq. 1, 2, 3, 4. 4 vurulsun. Sonra tərəfinə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7. 4 vurulsun 7, bölünsün 2. Bu deyilir 14'ə. Bu 14 imiş bunun sahəsi. Digər isə aşağıdakı düzbucaqlının sahəsini tapaq. 2 dənə bördədir. 1, 2, 3, 4 dənə də bu üzdədir. 2-ni 4'ə vuranda 8. Bunun da sahəsi 8'dir. Bu ikisinin sahəsi 2. Bundan da bir 3. O birinin sahəsi isə 3'dür. Bunları cəmləyək. 22 üstə gəl 3, 25. Yəni bunların hamısını cəmlədik. Aldıq 25. Bunun başqa bir qaydası da var. O qayda ikinci qaydadır. Və ən asan qayda bu qaydadır. Mən çox sualı özüm fikrəm, bunu belə fikirləşirəm. Bu da əvvəlcə bütöv kvadratları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. 21 dənə bütöv kvadrat. Bu yarımçıq hissə ilə, baba bununla da bu hissəni nəzərə alsam 22 dənə. 22 dənə bütöv kvadrat var. Üstünə gəlirəm. Yarımçıq olan kvadratlara baxaq. Bu 1, bu 2, bu 3, bu 4, bu 5, bu da 6. 6 dənə isə yarımçıq kvadratımız var. Hər iki yarımçıq bir dənə kvadratı verir. Ona görə də 6'nı bölürəm 2'yə. Bu deyilir 22 üstə gəl 3, 25. 25 cavabımız C bəndi. Hər ikisində 25 alındı. Amma bir sadə yolu var, bir də biraz qəliz bir yolu var. Keçdik növbəti suala. 44-cü sualdayıq. Bu şifrələr bölməsində olan sualımızdır. Şifrələr bölməsinin sualı, şifrələr vəbşə demək olar ki, asan bölmələr sırasındadır. Ancaq bu tipli suallarda biz məsələn bunun qarışıq bir tiplisini verir ki, məsələn rəqəmlə rəqəm verir. O tipli suallarda biraz düşünməyə adam məruz qalır. Əslində amma bu tipli suallar çox asandır. Yəni bunlar şifrələrin ən asan bir versiyasıdır. Biz nəyə baxacağıq? Həmişə yadda saxlayın ki, şifrələrdə ən axırıncı hissəyə baxacağıq. Axırda eyni olan 2 dənə hissə var. Budur, bir də bu. Qalan hissələr fərqlidir. 2 dənə eyni hissə olduğuna görə mən burada baxıram ki, 2 dənə eyni olan nədir? Təbii ki, 3'lər. 3'lər görürəm ki, 2 dənə. Yəni sonda 2 dənə 3 olmalıdır. Çünki 2 dənə eyni olan fiqur var.
Burada da sonda 2 dənə 3 var. Deməli o həmən fiqur 3 imiş. Və məndən soruşulan hissədə ortada olan hissə həmən bu 3 imiş. Yəni fiqurumuzun 3 olduğunu bilirəm və mənə soruşulan hissədə də 3 ortadadır. Variantlara baxıram, ortada 3 olan bircə dənə A bəndidir. Yəni beləcə basit. Keçdik növbəti sualımıza. Bir ardıcıllıq qarşımıza gəldi. Ardıcıllıqda biz baxacağıq əvvəlcə nəyə? 5 ilə 11-ə baxıram. Bu nə qədər artma gedib burada. Ardıcıllığın 12 dənə qaydası var. 12 qaydası var. 12 qaydasını tam bilən bir şəxs ardıcıllığı tam əzbər bilmiş olur. Onu diqqətlə bilin ki, o qaydalar hökmən bilməlidir. Yəni hər bir tələbə onu tam əzbər bildikdən sonra istənilən bir ardıcılığı həll edə biləcək. 5-dən 11-ə nə qədər artıb? Təbii ki, 2 dəfə üstə gəl 1 vahid. Yəni 5-i 2-yə vurub üstünə 1 gələndə 11 alırıq. Sonra 14-lə 29-a baxaq. Burada da 2-yə vurub üstünə 1 gəlir. 32-lə 65-də də 2-yə vurub üstünə 1 gəlir. 68-lə 137-də də 2-yə vurub üstünə 1 gəlir. 140-la sualda isə yenə də 2-yə vurub üstünə 1 gələcək. 142-yə vuranda 280, üstə gəl 1, 281. Cavabımız C bəndi. Keçdik növbəti suala. Kublar mövzusundayıq. Kublar mövzusunda həmişə yadda saxlayın. Belə bir kub gördünüzsə, yuxarını və aşağını həmişə bərabərləşdirin. Yuxarı və aşağı bərabərləşəndən sonra aşağını və yuxarını fırlatmağa çalışaq. Aşağını fırladanda ox şarjı belə gəlib düşəcək. Sonra bir dəfə də fırladanda ox şarjı belə düşəcək. Bir dəfə də fırladanda, bax bu belə fırlatdıqda, yəni elə bir ox şarjını belə fırladıq. Bax belə fırladırıq. Fırladanda belə düşdü, sonra da aşağı düşəcək. Belə yazdıq. Yuxarı bizə lazım deyil. Yuxarını heç belə çevirməsəm də olar. Amma əslində baxdım ki, bu tipli şeylər, variantlarda belə şeylər var. Və fikir verirəm bu hissəyə. Bax, bu hissəyə fikir verirəm. Bu hissəyə fikir verirəm. Görürəm ki, bu hissə B variantda öz əksini tam olaraq tapır. Gördünüz? Beləcə sadə bir sual idi. Keçdik növbəti suala. Turist gedəcəyi yolun 5-də 1-ni qət etmişdir. O daha 60 metr gedərsə yolun 3-də 1-ni getmiş olar. Yolun ümumi uzunluğu nə qədərdir? Təsəvvür edək ki, yol x-dir. Yolun 5-də 1-ni gedirsə, vuracam 5-də 1-ə. Və 5-də 1-ni getdikdən sonra daha 60 metr getməlidir ki, bu ümumi yolun 3-dən 1-ni getmiş olsun. O zaman yolun uzunluğu soruşsa, yəni x-i soruşursa, o zaman 3-də 1-dən 5-də 1-ni çıxıram. Bərabərləm 60-a. Sonra 3-dən 5-ə orta məxrəc 15. 15-də 3, 5. 15-də 5, 3. Eləyir 2x. Bərabərdir 60-a. X da bərabərdir 450-yə. 450 cavabımız C bəndi. Keçdik növbəti suala. 48-ci sualdayıq. 48-ci sual 2 həddə görə dəyişimdir. Deməli, 2 həddə görə dəyişim demək olar ki, operatorlar və bu bölmələr biraz ağır bölmələrdir. Amma bu sual demək olar ki, çox asan sualdır. Burada nə var? 2 ilə 8-i toplayıb, vurub 3 ilə 5-in cəminə. Yəni, ədədin rəqəmləri cəminin hasili ortadakı ədədə verib. 2 ilə 8, 10 vurulsun, 3 ilə 5, 8, bərabərdir 80-ə. İndi buna uyğun mən ən aşağıdakı variant sual olan hissəni tapacaq. 3-ün üstə 4 gələcəm. Vuracam. 1 üstə 6 gələcəm. Bu 7 edir, bu da 7. 7-in 7-yə vuranda 49. 49 variantımız, cavabımız D bəndi. Keçdik növbəti suala. 49-cu sualdayıq.
49-cu sualda testə baxırıq. Əvvəlcə nəyə gəzirik? Baxıram ki, bunun çölündə olan hissələr, yəni bucaqlar 2, 4, 6 dənədir. Bucaqlar 6 dənədir. İçində isə 15 yazıb. Buradan necə 21 alıb, onu tapmaq lazımdır. Mən nə qayıram? 6-nı kvadrata yüksəldirəm, çıxıram 15-i, bərabər edirəm 21-ə. Alınır. Keçirəm bu birinə. 2, 4, 6, 8. 8 bucaqlının içərisində kvadratdırsa, 28-dirsə, 8 bucaqlıdan 28-i çıxıram, bərabər edirəm 36-ya. Mənə soruşulan hissə bu olduğuna görə, bunu indi həll etməyə çalışıram. 3 bucağın daxilində olduğuna görə 3-ün kvadratı çıxılsın, daxilində olan 7. Bu deyilir 2. 2 variantımız cavabımız A bəndi. Keçdik növbəti suala. Şəkli 180 dərəcə fırlamaq lazımdır. Bunun qaydaları var. 4 dənə qaydası var bu şəkil çevirmələrinin. O qaydaları tam əzbər bilən tələbə bunu 100% yaxşıca biləcək. Mən o qaydaları burada sadalamaq istəmirəm. Əslində o qaydaları deməli bilmək üçün bunların elə bil ki, mən qaydaları nə vaxtsa indi bunu video izahda bir bölümə ayıracağım və o bölmələr şəklində sizə qaydaların məntiqin hər bölməsinə uyğun qaydalar verəcəm və izahlar verəcəm. O qaydaları bilsəniz, siz istənilən bir suala, yəni qarşısına çıxan istənilən bir suala cavab vermiş olacaqsınız. Bunun bir qaydası da var, sadə bir qaydası var. Bunun ortasından bir xətt keçirin. 180 dərəcə çevir dedikdə, bu şəkildə də bir dənə xətt çevirin. 180 dərəcə çevirmə bu şəkildə çevirmədir. Təbii ki, dərəcəni də burada bilməliyik ki, 180 dərəcə nə qədərdir? 180 dərəcə çevirdikdə bunun bu hissəsi tam olaraq gəlib düşəcək, baxın, bu hissəyə. Bax, bu hissəyə. Bax, bu hissə gəlib düşəcək bu hissəyə. Çünki 180 dərəcə çevirmiş olacaq axı. Deməli, bu hissə gəlib bura uyğunlaşacaq. Tam belə bu sol tərəf fırlanacaq. Ona uyğun olan variant bircə dənə B bəndindədir. Qalan variantda da görürsünüz ki, elə bir vəziyyət yoxdur. Yəni, bu hissənin bu hissəyə gəlib çevrilməsi yalnızca B variantda olduğu kimidir. Keçdik növbəti suala. Qanunu müəyyən edin. Bu operatorların elə bil ki, şriftdə olan operatorlar növünə aiddir. Burada nəyə baxacağıq? Biz əvvəlcə bu tənlikdə, bu tənlik sayılır bizə, sistem tənliyidir. Sistem tənliyində bu qanun uyğunluq hansı şərti ödəyirsə, ona uyğun düşdüyünə bunu həll edəcəyik. Məsələn, 8, bu da 12-dir. A-mızı 8 verək, B-mizə də 12. Burada təbii ki, bilirik ki, B böyükdür A-dan. Düzdür? Yəni, 12 təbii ki, 8-dən böyüldüyünə görə B böyükdür A şərtini ödəyir. B böyükdür A şərtini ödəyən bu şərtdir. Bunun da düsturu 4A plus B-dir. Bu düstunu əldə edəcəm. Olacaq 4 vurulsun 8, üstə gəl, B-miz də 12. Bu deyilir 44. 44 variantımız, cavabımız C bəndi. Keçdik növbəti suala. Burada olan fiqurlardır. Fiqurlara diqqətlə fikir versəniz. Xaricdə olan fiqurlar görürük ki, hamısı fərqlidir. Fərqli olan fiqurlar axtarsaq, görürük ki, bircə dənə bu kvadrat olduğuna görə kvadrat çıxdım. Yumru yoxdur. Bu olduğuna görə buna çıxdım. 3 dənə yumru xaricdə olan yumrular qaldı. Keçdi daxillərdən. Yəni, bu yumrunun daxilində olan hissələrə. Bu 6 bucaq olduğuna görə, 6 bucaq burada olduğuna görə bunu da çıxdım. Romb olduğuna görə rombu da çıxdım. Cavabımız qaldı C bəndi. Beləcə bəsit. Keçdik növbəti suala. Növbəti sualda baxıram ki, bir ardıcıllıq bölməsindədir. 1-dən 3-ə 3 dəfə artıb. 3-dən 4-ə 4 vahid artıb. Sonra 7-dən 21-ə 3 dəfə artıb. 21-dən 25-ə 4 vahid artıb. İndi bu tətbiqi mən burada gerçəkləşdirəcəm. 3-dən suala 3 dəfə artmalıdır. Bu da eləməlidir, bu da 9. Buradansa bura 4 vahid artmalıdır. Yəni 9 üstə 4, 13. Deməli cavabımız 9-dan 13 olmalıdır. O da A bəndidir. Keçdik növbəti suala. Bu qatlama mövzusuna aid olan bir bölmədir. Qatlama mövzusunda bizə verilən hissə nədirsə, onu ağ bir hissəyə çəkirik. Baxın, bunu bir də ağ bir hissə kimi çəkirik. Bəlkə hissənin birləşdirilməsi mövzusu ilə demək olar ki, eynidir.
Bunu gətirdik belə, bax, belə bu şəklə. Tam uyğun olaraq bu şəklə gətirdik. Biz bilirik ki, bunu, baxın, bu hissəni tam olaraq bu tərəfə bağlasaq, yəni necə qatlamışıqsa, o hissə kimi də açmalıyıq. Bu hissə təbii ki, gəlib burada yumru şəklini alacaq. Burada olan künc hissə də gəlib burada bu şəkli alacaq. Bunu yuxarı bağlasaq, bunun orta hissəsi olduğu kimi yumru olaraq qalacaq. Bu hissəsi yumrulaşacaq. Yəni, gebir ki, yuxarı qaldıranda da bu yumru qalxıb bura düşəcək. Bir də ki, bu şəkil alacaq. Bu variantı ödəyən birinci dənə variantımız A bəndidir. Bunun başqa üsulu, desəz ki, bəs bunun başqa bir üsulu necədir? Təbii ki, bağlanmış hissə hansı ki, bunda deyildi. Bunu buradan bağlayırıq. Bu hissə kimi bağladıq. Sonra bu şəklə gətirdik. Bunu bağlayandan sonra bunun elə bil ki, qatlanmış hissəsi yoxdur. Bu hissə. Yuxarıdan aşağı qatlayıram. Və üstündə dəlilər açıram. Bunu yumru bir şəklə gətirirəm. Bunu yumru bir şəklə gətirirəm. Və bunu bu şəklə gətirirəm. Bunu gətirdikdən sonra və bunu da açdıqdan sonra bunu açmaq lazımdır. Açdıqda təbii ki, bu yumru hissə alacaq və yuxarı qaldıranda burası yumru olacaq. Künc hissəni açdıqda yuxarısı bu şəkil alacaq. Sonra bunu açdıqda bu ortası yumru forma alacaq və o yumru gəlib bura düşəcək. Bunu da bu şəkildə üst bucaq şəklini alacaq. Bunu çevirdikdə təbii ki, bu yumru şəklini alacaq və yenə də A bəndi qəbul edəcək. Yəni, beləcə basit. Bunun 5 qaydası var. Bu qaydaları əzbər bilən şəxs bu qatlamanı göz yumdu belə eləyər. Keçdik növbəti suala. 55-ci suallayıq. Cahid bir işin yarısını 6 günə, bir işin yarısını deyilsə, yəni 2də 1-ni, 6 günə deyilsə, yəni 6da 1 günə. Deməli, Cahid bir işi 12də 1 günə yerinə yetirir. Sonra, Nihad isə eyni işi 4də 1 günə, 4də 1-in 5də 1 günə. Yəni, bu işi Nihad 20də 1 günə görür. Cahid və Nihad birlikdə 5 gün işləsələr. O zaman yazıram 5 vurulsun, 12də 1, üstə gəl, 20də 1-ə. Bu da bərabər olur. Bunu hesablasaq nə alacaq? Təbii ki, 20də 15, 5, 3də 2 eləyir. 3də 2 aldıq. İndi 3də 2-sin bu görür. Deyir, Nihad işi tərk edir və qalan işi Cahid görəcək. İşin 3də 2-si görülüb. Nə qədər qalıb? Təbii ki, 3dən 1-i. 3də 2-si görülüb, 3də 1 qalıb. Deyir, indi bunu Cahid neçə günə yetirəcək? Biz belə bir şey görəcək. Baxın. 3də 1-in x günə görən Cahid bilirəm ki, 2də 1, yəni 2də 1-in, işin 2də 1-in 6 günə görür. Yəni, bu demədi ki, bir işin yarısını, yəni 2də 1-ni 6 günə görmürdü. Bunu da çarpaz vuracaq bir-birinə. X-i də alacaq 4. Beləcə, bəsit. 4 cavabımız C bəli. Keçdik növbəti suala. 56-cı sualdayıq. Deməli, burada bizdən soruşub. Bura baxıram, ardıcıllıq bölməsindədir. Bunun cəmi, rəqəm cəmi eləyir 13. Bunun rəqəm cəmi də 13-dür. 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 İndi biz variantda sualın yerinə rəqəm cəmi 13 olan bir variant gələcəyik. Təbii ki, A bəndindədir. Nəyə görə? Çünki 2 üstə gəl 9, üstə gəl 2 bərabər olur 13-ə. Beləcə sadə sual idi. Keçdik növbəti suala. 57-ci sualdayıq. Qaradinməz zarafatçıldırsa hərdən bir nə ola bilər? Qaradinməz zarafatçıl söhbəti təbii ki, əks, yəni antonim sözlər sırasındadır. Bir var qaradinməz, bir də var ki, zarafatçıl. Deməli, əksdir. İndi hərdən bir, yəni yerində dura bilməyən və yaxud da hərdən bir, belə deyək də,
məsələn, yəni gah gəlir, gah gəlmir. Yəni belə bir şey kimi nəzərə alaq da, gah gəlir, gah gəlmir. Yəni az da gəlir, az da gəlməyən bir şeyə hərdən bir sözü deyirlər. Amma bunun əksi olacaq təbii ki, mütəmadi. Mütəmadi isə daimi gələn bir şeyə deyirlər. Yəni hərdən bir gəlmək, bir də var ki, mütəmadi gəlmək. Yəni əksi, bunun əksi ancaq mütəmadi sözünə uyğun gəlir. Keçdik 58-ci suala. Bu tipli suallar çox sadə suallardır. Burada nəyə fikir verməliyik? A-nı 3-ə bölüb. Deməli, 3 bucaq olanda 3-ə bölməliyik. Sonra A çünki var, içindəkini 3-ə bölüb. Sonra B yumru olduğuna görə B-ni kvadrata yüksəldib. Deməli, yumru olanda kvadrata yüksəlməliyik. Sonra kvadratda olanda 4-ə vururuq. Kvadrat olanda 4-ə vur. Və romb olanda isə üstə 8 gəl. Bu qaydanı biləndən sonra indi burada tətbiq eləməliyik onu. Deməli, 5 bucaqlı olduğuna görə 20 bölünsün 5. Yumru olduğuna görə, yəni yumru içində olduğuna görə həmən 5 bucaqlı kvadrata yüksəldirik. O da kvadratın içində olduğuna görə üstünə yox, 4-ə vururuq, əstəğfurullah, 4-ə vururuq. Üstünə gəlirik, bu rombun içində olduğuna görə 8, üçbucağın içində olduğuna görə 3-ə bölürük. Bu da bərabərdir. Demək, 20-ni 5-ə böləndə 4, 4-ün kvadratı 16, 16-ın 4-ə vuranda 64, 64-ün üstə 8, 72, olacaq 72 bölünsün 3. Bu deyilir 24. 24 variantımız Y bəndi. Keçdik növbəti suala. 59-cu sualdayıq. Verilən məlumatlara əsasən sualın doğru cavabını tapın. Ləman, Zümrüd, Sadiq, Ömər qohumdurlar. Məlumdur ki, Zümrüd Sadiqin qızıdır. Ləman Zümrüdün bibisidir. Ömər Sadiqin qardaşıdır. Ləman Ömərlə necə qohumdurlar? Bu çox sadə bir sualdır. Deməli, Zümrüd Sadiqin qızıdır. Zümrüd Sadiqin qızıdır. Ləman Zümrüdün bibisidir. Aha. Mən bura bir Ləman yazıram. Ləman. Ləman bibisidir. Zümrüdün. Zümrüdün. Bibisi. Bibisi. Zümrüd Sadiqin qızıdır. Zümrüd. Sadiq də buradadır. Tutaş. Sadiq. Kişidir və bunun qızıdır. Qızı. Qızıdır. Ömər Sadiqin qardaşıdır. Ömər Sadiqin qardaşıdır. Ömər də buradadır. Bunun da qardaşıdır. Qardaşı. Deməli, belə görürəm ki, Ləmanla Sadiq və Ömər üçü də bacı qardaşdırlar. Yəni, Ömər Sadiqin qardaşı, Ləmansa Sadiqlə Ömərin bacısıdır. Belə gördüm. Və soruşur, Ləman Ömərlə necə qohumdur? Təbii ki, bacıdır da. Keçdik növbəti suala. Bu sözün anagram şəklini almış verbal testlərdir. Burada sözləri düzəldib və məna əlaqələrinə görə fərqli olan variantı seçməliyik. A bəndə baxıram. Görürəm, burada yazıb hündür. Hündür sözüdür. B bəndi uzun sözüdür. Uzun. C bəndi ağır sözüdür. D bəndi yüngül sözüdür. Y bəndi isə bayraq sözüdür. Yəni, bir dənə fərqli olan Y bəndidir. Digəri ağırdır, uzundur, yüngüldür, hündürdür. Bunların hamısı gedir sifətin dərəcələridir. Sifətin dərəcəsidir, amma bu bayraqsa fərqlidir. Keçdik növbəti suala. 61-ci sualdayıq. Burada nə etməliyik? 32 ilə baxıram ki, 32-dən 8-i necə alıb? Ona baxıram. Görürəm ki, 4-ə bölüb. Deməli, birinci hissəni 4-ə bölüb. Əvvəlcə birinci hissəni 4-ə bölüb. Bunu alıb. Sonra ikinci hissəni 3-ə bölüb. Bunu alıb. Sonra 32 ilə 17-ni cəmləyib, 15-i cəmləyib. Alınan hissəni bir-birinə vurub. Rəqəmlərin bir-birinə vurub. Belə. İndi buna uyğun biz bu sualları tapmalıyıq. Əvvəlcə 52-ni 4-ə bölməliyəm. Bu eləyir 13. Sonra
75-i 3-ə bölməliyəm. Bu edir 25. Sonra 52 ilə 75-i cəmləyib alıram 127. Rəqəm hasilləri də ki 14. Baxıram. 13, 25, 14 olan variantımız cavab A bəndi. Keçdik növbəti suala. Qatlanmış hissələr bölməsindəyik. Burada qatlanmış hissələrdə biz nəyə bilməliyik əslində? Biz əslində həmən hissəni yenə də bayaqki dediyimiz qaydada açıq birləşdiririk və ona uyğun olan variantı tapmağa çalışırıq. Əvvəlcə bunu fırladaq. Necə açıbsa elə bağlayırıq. Bu yuxarı qalxanda bu üçüncü olacaq belə burada. Baba bu hissə olacaq elə burada. Çünki yuxarı qatlayanda yenə də elə düşəcək də. Burada olan kvadrat belə də düşəcək. Sonra bu yumru, bu hissə, bu hissə gəlib yuxarıda belə bir şey alacaq. Bunun deməli 7 qaydası var. Bu qaydaları bilən şəxs bunu tam aydın olacaq biləcək. Gəldik. Bunu aşağı açanda bu kvadratdan bir dənə də burada olacaq. Aşağı açanda. Sonra bundan gəlib bu şəkildə burada olacaq. Sonra bu üçbucaqdan biri burada olacaq. Üçüncüdə bir də burada olacaq. Sonra bu hissədən olduğu kimi baxın, buradan belə gələcək. Hamısı tinə baxdığına görə, mən də tin şəklində yazdım. Belə bir cavab alınacaq. Bu cavabdakı baxıram variantlara, görürəm bir dənə elə A bəndində bu varianta uyğun variant var. Beləcə sadə idi. Keçdik növbəti suala. Fərqliliyi seçməliyəm. Görürəm ki, qara verir. Yəni 3 dənə eyni, ya 2 dənə eyni fiqur həmən fiqurun özün verir. Baxıram, 2 dənə eyni fiqur həmən fiqurun özün verir. Başqa fiqurlar isə üst-üstə düşür, nə edir eləsin, onlar hamısı çıxır. İndi baxıram, deməli qaydamız buymuş ki, eyni fiqurlar üst-üstə düşəndə həmən fiqur olduğu kimi qalır. Ağ. 2 fiqur, eyni fiqur üst-üstə düşdü, bunu aldı. Sonra qara və qara. Eyni fiqur üstə düşdü və bu aldı. Ağ və ağ. Üst-üstə düşüb bunu aldı. Keçdi buna baxaq. Ağla qara bunlar pozulacaq. Ağla qara bunlar da pozulacaq. Qara ilə ağ bunlar da pozulacaq. Qara ilə qara təbii ki qara verəcək. Deməli bir dənə cavabımız A bəndi. Bir dənə üçüncüdə ödəyəcək də, qalanı ödəməyəcək. Çünki eyni fiqurlardan varsa, o fiqurlar üstə düşəndə həmən fiqurun özü alınır. Keçdik növbəti suala. 64-cü sualdayıq. Diqqətli olun. 64-cü sualdayıq. Deməli 64-cü sualda biz baxırıq ki, bu rebuslar bölməsinə aid olan sualdır. Baxırıq burada bu necə tezəlləyə bilərik. Görürük ki, həmişə burada yadda saxlamalıyıq. Bu ikisinin arasında əlaqə ola bilər və yaxud da çarpaz əlaqə ola bilər. Əvvəlcə ikisi arasında əlaqəyə baxaq. Tutaq ki, deyək ki, 12-ni 7-yə vurub, 12-ni 7-yə vurub, çıxsaq 3-ü 4-ə vurub 12-ni. 7, 10, 72, 7, 14. 84-dən 12 çıxanda 72 alınır. Bu şərtə uyğun cavabımızı alaq. 5-i 6-ya vuranda 30, çıxıram. 2-ni 1-ə vuranda 2. Bu deyilir 28. 28 cavabımız B bəndi. Keçdik növbəti suala. 5, 8, 39, 9, 6, 27, 12, 4, 4, 17, 5 və sual. Burada bir dənə diqqətli olacaq, nəyə baxacaq. Bu sualda ola bilsin səhvli olsun. Və yaxud da bunu belə almaq olur. Məsələn, tutaq ki, bu 6-ın kvadratı çıxıram 9, 27 alıram. 4-ün kvadratı 16-dan çıxıram 12, 4 alıram. Sonra 5-in kvadratı 25, çıxıram 17-ni. Buradan 8 alıram. Cavabımız 8. Bunu almaq olur. Sadəcə burada nəsə o şərt ödəmir.
burada nəsə bu səhvlik, ya sualda səhvlik var, ya da bunun başqa bir qaydası var. Mən bu suala tələsib baxdığıma görə ola bilər o qaydanı tuta bilməyim. Amma bu qaydadan almaq olur. Bu sualda əgər səhvlik varsa, bu da 39 olmalı deyildi. Nəysə, bu şərhlərdə buna əgər izahını tapa bilirsəniz, bunu yazarsınız. Mən bunu tez izah etdiyimə görə ola bilsin ona baxmayayım. Keçdik növbəti suala. Qızlar 120 dərəcə bucağı altındadır. Oğlanlarsa sual yazıb və yazıb ki 72 nəfərlik qrupdakı qız və oğlanların say nisbətini əks etdirən dairəvi diaqram verilmişdir. Diaqrama əsasən qrupdakı oğlanların sayını istəyir. Əvvəlcə bu 120 dərəcə olduğuna görə sol tərəf, sağ tərəfdə 360 dərəcədən 120 çıxanda qalır 240 dərəcə. Deməli, oğlanların sayı qızların sayından 2 dəfə çoxdur. Onda qızların sayı x-dırsa, oğlanların sayı 2x olur. Yəni, mən dərəcədən bildim ki, bunun dərəcəsi bunlardan 2 dəfə böyükdür. Deməli, oğlanların sayı qızların sayından 2 dəfə böyükdür. Və bunların ümumi sayı 72 nəfərdir. O zaman yazıram x plus 2x bərabərdir 72. X-miz bərabər olur 24-ə. X 24 tapdıq. Qızların sayı deməli 24 dənəymiş. Oğlanların sayı isə 2 plus 24 48 dənəymiş. Bizdən nəyi soruşuq? Oğlanların sayını soruşuq. Deməli 48 D-bəndir. Keçdik növbəti suala. Else, sle çıxıb və deməli bunun əksini çıxıb bölüb S-yə. Əksinə yəni. Və bu da alınacaq ədədi soruşuq. Nə ola bilər? Biz bir dənə bilməliyik ki, ədədin özündən onun əksini çıxanda həmişə 9-a bölünən bir ədəd alınır. Ədədin özündən əksini çıxanda həmişə 9-a bölünən ədəd alındığını biz qayda olaraq bilirik. Bu hesab əməlləri bölməsində olan 5-ci qaydamıza aid olan bir qaydadır. Yəni, yadda saxlamalıyıq ki, 3 rəqəmli ədədin özündən əksini çıxdıqda maksimum alacağı qiymət 99-dur. 2 rəqəmli ədədin özündən əksini çıxdıqda maksimum alacaq qiymət 9-dur. 99 da 9-a böləndə 11. Cavabımız C bəndir. Yəni, ən sadə üsulu budur. Amma başqa üsulu nədir? Bu else sözündə E yüzlükdə dayanıb. Yazırsınız 100E. Bu uzun yoldur. Üstə gəl. L olduğuna görə yazırsınız 10E. Üstə gəl. S1-də dayandığına görə S. Çıxılsın. 100S. Çıxılsın 10L. Yəni, qaydanı bilməyən bir şəxs ancaq bu üsulla gedəcək. Amma qaydanı bilən bir şəxs 2 saniyə bu üsulla tez cavabını alacaq. Yəni, bu riyaziyyat üsulu ilə, aşağıdakı üsulla bu yazırsınız, aşağısında yazırsınız, sonra ixtisar aparırsınız, sonra baxsınız hansı qiymət ala bilərik. İxtisar apardığından sonra görürsünüz ki, 11 ala bilirik. Bir uzun gedir. Amma ən qəşəng yolu baxırsınız ki, 3 rəqəmli ədədlərin bir-birindən çıxdıqda alına biləcək ən böyük qiymət 99, 2 rəqəmlərdə isə 9 olduğuna görə bunu bölən buna qalır 11. Yəni C bəndi. Keçdik növbəti sualımıza. Kitabın səhifələrinin nömrələnməsində cəmi 56 dənə 6 rəqəmi istifadə edilmişdir. Biz bilməliyik ki, 1-dən 100-ə kimi istənilən bir ədəddən 20 dənədir. Bunu bilməliyik. İstənilən bir ədəddən 1-dən 100-ə kimi 20 dənədir. Ona görə də biz tapmalıyıq nəyi? 56 dənə 6 rəqəmdən istifadə edilməyib. Deməli, əgər 100 səhifə olsaydı, 20 dənə 6 rəqəmdən istifadə edilərdi. 100 səhifədə olsaydı, yenə 20 dənə 6 rəqəmdən istifadə edilərdi. Oldu 200. Düzdür? 200. 50-ni bir parçalayıram da, 56-nı parçalayıram da, elə bir şey. Yazıram 20, üstə gəl 20, üstə gəl 16 kimi. 20 dənə 6 rəqəmdən istifadə edilibsə, deməli 100 səhifə burada var. Digər 20 səhifəni götürsək, deməli 100 dənə də burada səhifə var. Qaldı 16 dənə. 16 dənə 6 rəqəm hansılardır? 6, 16, 26, 36, 46, 56, sonra 60, 61, 62, 63, 64, 65, 66, 67 və 68. 16 dənə ədəd bunlardır. Görün burada
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə burada 6 istifadə edilib. 16 dənə rəqəm istifadə edilib. Və neçə dənə 6 rəqəmdən istifadə edilib? 56 dənə. Və deyir ki, kitab neçə səhifəlidir? Təbii ki, sayıram. 200 səhifə burada. 6'ları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Bu belə götürəndə, yəni 10 dənə olan 6'mız, 10 dənə olan 6'mız, onsuz da 60'dan 70'e kimidir. 60'dan 70'e kimi onsuz da 10 dənədir. 68 dənə sayırıq 68'dən. Ümumi 68 dənə bizim 6'mız var. 68 dənə burada. 200 dənə də burada. Olur 268 səhifə. Bunu belə tapa bilərik. Amma bunun başqa bir üsulu da var. O necə edə bilərik? Qısa yolu isə 3x plus 100 düsturunu əldə edirik. 3x plus 100 düsturunda səhifə əgər neçə rəqəmdən istifadə edilibsə, o düstura əsaslanıb yerinə qoyacağıq. 56 dənədirsə, 56'ını qoyuram x-in yerinə. 3'ü vurur 56'ya üstə gələm 100'ü, o da alınır 268. Yəni belə tapa bilərik. Cavabımız C bəndi. Keçdik növbəti suala. Bizdə şifrələnmiş deməli əməllər verib, yəni operatorların şifrələnmiş hissəsindən verib. A 2b-dən 3a üstə gəl b, 3a kvadrat b-dən 2a plus 2 minus b və bu şəkildə verib və burada sual olanı hissəni soruşur. 21-dən 4'ü qoyuram kvadratın yerinə. Baxın, 3a'mız 21'dirsə, yazıram 3a bərabərdir 21, a'mız olur 7. A'mız 7'dir. Və b'miz də ki 4'dür. Yəni b'miz də 4 olduğunu bilirəm. B də bərabərdir 4. Yəni bunu ikinci düsturla həll edirik də. Bax bu düsturla həll edirik əvvəlcə. 3a'mız 21'dirsə a'mız oldu 7. B'miz də ki 4'dür. Qoyuram burada yerinə. Alıram 2 vurulsun. A plus 2 olduğuna görə, a'mız 7'nin olduğuna görə üstə 2 gəlirəm. Çıxılsın. B'miz də 4 olduğuna görə 4. 2'ni 9'a vuranda 18, 18'dən 4 çıxanda 14. Deməli, bura 14 oldu. Bərabərdir. İndi sual və 4'ü hesablayaq. Bax, sualımız, a'mız sualdır. 2b'miz isə 4'dür. Deməli, b'miz isə 2'dir. Deməli, a'mız sualdır. B'miz isə 2'dir. İndi qoyaq onu burada yerinə. Yəni, bu sualın yerində x yazaq da. X qoyaq. Yəni, a'mız x imiş də, belə deyək. Qoyaq burada yerinə. 3a plus b'ni yerinə qoyanda 3 vurulsun a'mız x olduğuna görə 3x üstə gəl. B'miz də 2 olduğuna görə 2. Bərabər oldu. Burada aldığımız qiymət 14 olduğuna görə 14'ə. O zaman 3x'imiz bərabər olur 14'dən 2 çıxanda 12'yə. X'imiz də bərabər olur 4'ə. 4 olan variantımız C bəndi. Keçdik 70-ci və sonuncu sualımıza. Qrupdakı oğlanlar qızların 50%-ni təşkil edir. Deməli, qızlar oğlanların neçə faiz təşkil edir? Belə deyək də, oğlanlar qızların deyək ki, 50%-ni təşkil etmirmi? Burada bir şey diqqət yetirməliyik. Nəyə? Məsələn, oğlanlar qızların 50%-ni təşkil etmir. Mən orada qiymət verirəm elə-belə oğlanlara. Oğlanlara verirəm 5 dənə. Qızlara da verirəm 10 dənə. Deməli, qızların sayı tutaq ki, öz beyimdən verirəm. Qızların sayına 10 verirəm, oğlanların sayına 5 verirəm. Yəni, bunun 50%, qızların 50%, oğlanlardır. Yəni, yarısı oğlanlardır. İndi deyək ki, qızlar oğlanların neçə faizdir? Qızların sayını bölürəm, oğlanların sayına vururam 100'ə. Görüm neçə faiz təşkil edir. Bu zaman görürəm ki, onu 5'ə bölündə 2, 2'yi 100'ə vuranda 200% olur. 200% cavabımız C bəndi. Bu qədər, əziz tələbələr. Gələn dərslərimizdə informatika, qanunvericilik və digər bölmələr izahını verəcəm. Və sınaqlarımız hər həftə yeni sınaqların izahını verəcəm. İzləməyə davam edin və şərhlərinizi unutmayın. Şərh yazın ki,
mən bunu davam etməyimə sizin şərhləriniz lazımdır ki, görüm ki, bu sizə faydalıdırsa, mən bunun davamını verim. Oldu əziz tələbələr, inşallah uğurlarınız bol olsun. Gələn dərslərimizdə görüşmək ümidilə. Sağ olun.